zaman icra edək? Çıxışçımız mütəxəssis kardioloq Ləman doktor Eyvazlı, moderator qismində isə mütəxəssis kardioloq Şəfəq doktor Mustafayeva olacaq. Çıxış müddətində hər birinizdən mikrofonu bağlı saxlamağınızı xahiş edirəm. Kimin sonda sualı varsa, fikri varsa mesaj bölümünə yaza bilər və ya mikrofonu açıb verə bilər. Buyurun doktor, Ləman doktor. Herkese salamlar. Bugün toxunacağımız mövzu kardiyak KT kimə və nə zaman, diskordant nativ və protez aort qapaq parametrlərində yeni paradigmalar. KT-ni biz ilk öncə hansı məqsədlərlə istifadə edirik? KT ilk olaraq diaqnostika məqsədi ilə koronar arter xəstəliyində, anomaliyalarda, perikardial xəstəliklər, kütlə tromb diferensiyasiyası, qapaq xəstəlikləri, sağ və sol mədəciyin funksional dəyərləndirilməsində, konjenital ürək xəstəliklərində istifadə edilir. Replanlamada istifadə edilir. Perkutan prosedur öncəsi TAVI, mitral qapaq replasmanı, apendaj qapadılması, ablasiya öncəsi və bu kimi prosedurlar və postprosedural komplikasyon dəyərləndirmədə istifadə edilmiş olur. Biz KT-də nələri görürük? Koronar arteriyaları, ürək boşluqlarının remodeling səviyyələrini, arter ven anatomiyasını, miokard perikardı, implante edilmiş cihazı qapaqları və normal anatomik strukturları. Bir xəstəni KT-yə göndərəndə daha çox nə əldə edəcək? Məsələn, tipik bir hipertrofik kardiomiopatiya EKG-sidir. Xəstəni KT-yə göndərdiyində həm koronar arteriyaları görmüş, həm hipertrofik kardiomiopatiyaya bağlı apikal outpouching olduğunu, apikalda tromb ola biləcəyini, bu kimi əlavə informasiyalar almaq mümkündür. Və ya exoda sferik bir ventrikul görürük. İlk olaraq dilatasyon kardiomiopatiya düşünürük. Bu xəstədə əgər yüksək koronar arter xəstəliyi riskimiz yoxdursa, bu xəstəni KT-yə göndərdiyimizdə həm koronar damarlarını görmə imkanımız var, həm də dilatasiyaya birincili səbəb ola biləcək konjenital patologiyanı aşkarlama imkanımız vardır. Bir xəstədə sağ ventrikul dilatədir. Xəstənin biz KT-sini çəkdiyimizdə koronar arteriyalarla yanaşı ASD-si varmı, pulmonar venöz dönüş anomalisi varmı? Bunları araşdırırıq. Əgər yoxdursa, xəstəni ikincili olaraq kardiyak MRT-yə göndəririk. Burada həm valvulyar səbəb araşdırması, həm də ARVD yönündə dəyərlənməsi tövsiyə edilə bilər. Fistula anomaliya təyin etdiyimizdə işemiyanın təyini üçün stres perfuziyaya yönləndirə bilirik. Koronar arter xəstəliklərində KT bizə damarları 3D rekonstruksiya və multiplanar görüntüləmə imkanı vermiş olur. Aşağı və orta riskli xəstələrdə bu ilk seçimdir. Koronar arteriya xəstəliyi səbəbilə göndərdiyimiz bir xəstədə biz yalnızca lümeni dəyərləndirmirik. Koronarın çıxış, trayektoriya bucağı, mural seyri, anomaliyaları görmə imkanı verir. Bundan başqa aortit, aortopatiyalar və non-koronar patologiyaları görmə imkanı verir. Burada birinci xəstədə koronar arter xəstəliyi səbəbilə xəstə göndərilmişdi KT-yə. Anamnezində atrial fibrilyasiyası var. Rivaroxaban 20 mg almasına baxmayaraq KT müayinəsində yüngül darlıq aşkarlandı. Lakin bununla yanaşı apendajda tromb aşkar edildi. Burada koronar dəyərləndirmə ilə yanaşı ineffektiv antikoagulyasiya aşkarlandı ki, bu diaqnostikanı optimallaşdırmış olur. Digər ikinci bir xəstədə xəstə bypass kontrol idi. Bu xəstə göndərildikdə koronar şuntlardan əlavə enin aortanı dəyərləndirdiyimizdə enin aortada ciddi ateroma və embolik risk öngörülmüş oldu. Bundan başqa KT-ni nə zaman istifadə edirik? Akut aortik sindromlarda. Bunlara diseksiyalar aiddir, hər birimizin bildiyi. Daha sonra transeksiyon dediyimiz patologiya aiddir ki, travma sonrası aortadakı zədələnmədir. Burada bizə anamnez yol göstəricidir. Üçüncü bir patologiya isə D-dimerın yüksək olduğu xəstələrdə və ağrı şikayəti ilə müraciət etmiş xəstədə intramural aorta nevrizması varsa və exoda patoloji görüntü izləyiriksə intramural hematom riski vardır. Belə xəstələrin hər birində troponin arta bilər və parasiz koronara protrüdə vəziyyətlərdə EKG dəyişikliyi də olacaqdır. Belə xəstələrin selektiv dəyərləndirilməsi və düzgün yönləndirilməsi mütləqdir. Digər patologiyalara revmatoloqlarla birgə təqib etdiyimiz aortitlər aiddir. Bizdə patologiyalar yalnızca koronar arteriya, aortadan ibarət olmayıb, aortanın divarını əhatə edən iltihab da mümkündür. Biz KT vasitəsi ilə həm koronar arteriyaları, həm aortanın divarını dəyərləndirə bilirik. Hətta bu vəziyyətdə aortanın divarında baş verən iltihabi prosesin koronara da yayılma dərəcəsini görmək mümkündür. Aortitlər bizim qarşımıza
kardiomiyopatiya, aort anevrizması, karotisiya yayılmış darlıq şəklində karotis stenozu və takayosda gördüyümüz kimi enən aortada stenoz şəklində qarşımıza çıxa bilər. Bu xəstələrin intramural hematomdan diferensiyasiyası necədir? İki xəstədə laborator dəyərlərdə birində D-dimer yüksəkliyi, digərində isə infeksiyon markerlər bizim diqqətimizi çəkəcək. Digər kardiak acillərə nələr aiddir? Çox nadir rast gəlsə də, amma yüksək mortalite ilə seyr edən pulmonar arteriyanın disseksiyası, pulmonar arteriyada intramural hematoma və pulmonar arteriyanın anevrizması. Biz tamponad vəziyyətində, kardiogen şok vəziyyətində olan bir xəstədə mütləq ilkin olaraq exokardiografik pulmonar arteriyaya baxıb patoloji proses gördüyümüz zaman təcili KT-yə yönləndirməliyik. Çünki bu xəstələr çox fulminant gedir, rüptür riski vardır, tamponad və ani ölümlə nəticələnə bilir. KT-nin digər göstərişləri isə koronar anomaliyalardır. Gənc yaşda ani kardiak ölümün əsas səbəblərindəndir. Bəs koronar anomaliya səbəbi ilə kimi göndərək? Səbəbi bilinməyən bayılma olduqda, gənc şəxslərdə izah olunmayan ürək problemlərində, ailədə ani ölüm olduqda və exokardioqrafiyada şübhəli axın tapıntısı olduqda. Koronar anomaliyalar, koronar arteriyalar normalda sol ana koronar arteriya sol sinus valsalvadan, sağ isə sağdan çıxış göstərir. Amma bunların çıxış anomaliyaları mövcuddur. Trayektoriyasında kurs gediş anomaliyaları mövcuddur. Trayektoriyasında gediş anomaliyalardan sol koronar arteriyanın sağ sinusdan ayrılması interarterial iki arteriyanın arasından gedişi müşahidə edilir ki, bu yüksək kardiak riskli xəstəlikdir və belə xəstələrdə ani ölüm müşahidə edilə bilər. Buna görə də xəstələr əgər sol koronar arteriyanın interarterial seyri vardırsa, mütləq cərrahi konsultasiya edilməlidir. Digər yüksək riskli qruplara hansı aiddir? Alkapa və arkapa dediyimiz sol koronar arteriyanın pulmonar arteriyadan ayrılması, sağ ana koronar arteriyanın pulmonar arteriyadan ayrılması. Digər gediş anomaliyalarına hansılar aiddir? Retroaortal, aortanın arxası ilə gedişi və prepulmonik, pulmonarın önü ilə gediş aiddir. Bizim orta risk qrupuna aid xəstələrimiz kimdir? Sağ koronar arteriyanın sol sinusdan, LMCA-dan başlanğıc götürdüyü interarterial seyir. Bundan əlavə koronar fistulalar və dərin muskulyar biriclər. Digər patologiyalar əsasən aşağı risk qrupuna aid edilmiş olur. Koronar fistulanı dəyərləndirməkdə KT gold standartdır. KT bizə yüksək vizualizasiya vasitəsi ilə fistulanın mənşəyini, haradan başlanğıc götürdüyünü görməyə imkan verir, fistulanın traktını, gedişini izləyə bilirik və boşaldığı yeri izləyirik. Burada bizim üçün önəmli olan nədir? Fistulanın ölçüsünü dəyərləndirmək. Fistulalar kiçik, orta və böyük ölçülü ola bilir. Kiçik və orta ölçülü fistulanın işemiyaya səbəb olub-olmadığını dəyərləndirmək üçün artıq bu diaqnostika olduqdan sonra xəstə stres echo və ya MRT-yə yönləndirilir. Bu bizim mərkəzimizə müraciət etmiş kardiogen şokda olan bir xəstə idi. Echoda patoloji axın səbəbi ilə T müayinəsi icra etdik. Burada fistulanın axınını və traktını izləmiş oluruq. Daha sonra xəstə təcili olaraq KT müayinəsi icra edildi. KT-də fistulanın traktı təsdiqləndi. Sağ koronar arteriya, sağ ostiumdan başlayıb sağ atriuma açılması təsdiqləndi. Xəstə perkutan müdaxilə üçün başqa mərkəzə yönləndirildi. Bəs uşaqlarda, pediatrik populyasiyada necədir? Uşaqlarda sinə ağrısı əhəmiyyətlidirmi? Əgər biz exokardioqrafiya elədiyimiz zaman pediatrik xəstələrin dəyərləndirilməsində qısa aks görüntülərdə koronar ostiumlarda dilatasiya və bu ciddi dilatasiya izləyiriksə, bu xəstələrdə Kawasaki düşünülməsi ehtimaldır. Və bu xəstələri biz KT-yə yönləndirərək distal koronar arteriyalardakı anevrizmaları və trombozu diaqnostika edə bilirik. Bu halda həm fokal, həm difuz anevrizmalar müşahidə edilə bilir. Digər bir diaqnostik qrupa perikardit dəyərləndirməsi aiddir. Perikardit zamanı KT bizə kalsifikasiyanı göstərməkdə gold standartdır. Kalsifikasiya artıq iltihabın xronikləşdiyini göstərir və bu perikardit ürəkdə konstriksiyaya səbəb olur, idarə edilə bilmədiyi mərhələdə artıq əməliyyat göstərişi üçün bir mənalıdır. Preplanlamalara hansı aiddir? TAVI öncəsi planlama, perkutan mitral qapaq öncəsi planlamada neoluvot dəyərləndirilməsini, qapaq ölçüsünün seçilməsini, apendaj bağlanması öncəsində cihazın ölçüsünün və növünün seçilməsində kömək etmiş olur. Başqa hansı məqsədlə istifadə edilir? Hipertrofik obstruktiv kardiomiyopatiyalarda
septal şaxəni, hədəf septal şaxəni təyin etməyə imkan verir. Burada KT-nin üstünlüyü nədədir? Anatomik variasiyalarda KT bizə hədəf septal şaxəni təyin etmək üçün yol göstəricidir. CRT öncəsi planlamada KT istifadə olunub. Burada koronar venos xəritələnmə necə? Koronar venos xəritələnmədə istifadə edilmişdir və bu əməliyyat müddətini qısaltmış və asanlaşdırmışdır. Lıvat dəyərləndirməsində istifadə edirik. Giriş-çıxış kanulalar mövqeyi, qreftlərdə kinking, daralma olması, tromboz dəyərləndirməsi. Lıvat timsalında bütün şantlarda, BT şantlarda, fontan xəstələrində dəyərləndirmədə birmənalı KT istifadə edilir. Bütün kongenitallarda diaqnostikada ilk seçim kompüter tomoqrafiyadır. Qısa müayinə müddəti vardır, yüksək görüntü keyfiyyəti vardır və 3D görüntüləmə cərrahi planlamaya kömək göstərmiş olur. MRT müayinəsi bu zaman nə zaman istifadə olunur? Sadəcə volumetrik təyinlərdə, əməliyyatın zamanlamasında. Komplikasiyalardan ilk lid komplikasiyaları ən çox ola bilər ki, bunlarda lid perforasiyası, adgeziyalar, lid qırılması, lid yer dəyişməsi, tromboz və stenozu dəyərləndirmədə KT 2D və 3D görüntü ilə dəqiq diaqnostikada istifadə edilir. İnfektiv endokardit protez qapaq ağırlaşmalarında istifadə edilə bilər. KT burada bizə psevdoanevrizmaları və absesləri təyin etməyə imkan verir ki, infektiv endokarditdə KT yalnızca morfoloji dəyərləndirmə imkanı verir. Burada transezofageal echo isə bizə həm morfoloji, həm funksional dəyərləndirmə imkanı verir. İlk olaraq belə xəstələr birmənalı T olmalı, ardınca mənim fikrimcə KT-yə yönləndirilməlidir. İstənilən qapağı, aort qapağın özündə T ilə optimal dəyərləndirmək mümkündür. Bəs KT-ni nə zaman edək? İki qapaq olduqda, xüsusilə mexanik qapaqlarda akustik shadowing bizim görüntü keyfiyyətimizi pozduqda edə bilərik. Koronara infeksiyanın protrudə şübhəsi olarsa edə bilərik və preoperativ əməliyyat öncəsi koronar dəyərləndirmə üçün edə bilərik. Bu bir xəstədir. Koronar KT angiografiya üçün göndərilmişdir. Görüntülərdə sağ ventrikulun dilatasiyası izlənilir və aksial görüntülərdə baxdıqda pulmonar venlər solda tam normal görünmədi. Bu xəstədə proksimaldan distala və distaldan proksimala doğru pulmonar venləri izlədikdə ağciyərə gedən yuxarı, orta və aşağı lob segmentləri izlədiyimizdə əslində xəstədə tək ostium, amma iki pulmonar venanda çıxışını olduğunu qiymətləndirdik və pulmonar venöz dönüş anomaliyası inkar edilmiş oldu. İkinci bir xəstə bental xəstəsi idi. KT angiografiyaya göndərilmişdi və bu xəstə həm bental icra edilmiş, həm də RCA stent qoyulmuş bir xəstə idi. Burada həm AVR qapağının dəyərləndirilməsi mümkün idi, həm qreft sonrası aort anevrizmasının ölçümlərinin alınması, həm də stentin dəyərləndirilməsi, koronar arteriyaların dəyərləndirilməsi mümkün oldu ki, ciddi kalsifik darlıq aşkarlanıb angiografiyaya yönləndirildi. Bu xəstə ASD şübhəsi ilə yönləndirilmiş bir xəstə idi. Sağ boşluqları kifayət qədər genişdir. Amma bütün görüntülərə baxdıqda xəstədə septumda heç bir keçiş izlənilmədi. Yalnız nə izlənildi? Burada gördüyümüz kimi SVC solda izlənilir. Sağda isə hipoplazik və çox kiçik proksimal segmentdə izlənilirdi. Daha sonra görüntülərdə izləyərək SVC-nin koronar sinusu açıldığını izləmiş olduq. Persistan sol SVC və hipoplazik sağ SVC diaqnozu qoyuldu xəstəyə. İkinci isə diskordant dəyərlər. KT bizə diskordant dəyərlərdə əhəmiyyətli fayda verir ki, diskordant dəyərlər nədir? Bizim üçün diskordant dəyərlər qradienti aşağı aldığımız, lakin AVA-nı ciddi aldığımız patologiyalar. Bunun hansı növləri vardır? Low flow, low gradient ciddi aort stenozu, atım fraksiyası azalmış xəstə qrupunda. AHA bunu D2 olaraq klassifikasiya edir. Bunlara dobutamini 2A göstəriş verir və simptomatik xəstələrdə AVR və TAVI-ni klass 1 göstəriş qeyd edir. Paradoksal low flow, low gradient ciddi aort stenozu qorunmuş atım fraksiyası ilə AHA bunu D3 klassifikasiya edir. Bu xəstələr simptomatikdirsə və simptomlar sırf aort stenozuna bağlıdırsa, bu xəstələrə klass 1 AVR tövsiyə edir. Üçüncü qrup normal flow, low gradient ciddi aort stenozudur ki, bu xəstə D3 klassifikasiya edilir. Burada prosesin səbəbi ejeksiyon müddətinin artması və flow rate'in azalması ola bilər. Dördüncü qrup isə yüksək qradientli qrupdur. Bu, AHA-da yayınlanmış bir xəstə qrupudur. Echo parametrlərini və KT parametrlərini qeyd edilmişdir. İlk xəstə
normal flow aort stenozudur və echo parametrlərində strok volüm yüksəkdir, qradiyent yüksəkdir, AVA ciddidir, koreli parametrlər görünür. Amma KT-yə baxdığımızda kalsifikasiya dərəcəsi yüksəkdir, amma planimetrik dəyərdə orta aortal stenoza uyğun gəlir. Bu hansı hallarda ola bilər? Flow rate yüksək olan hallarda. İkinci xəstə normal flowlu aort xəstəsidir. Qradiyent aşağıdır. Qradiyent aşağıdır, AVA ciddidir. KT-yi yönləndirdiyimizdə orta kalsium skoru verdi. Amma orta kalsium skoru direkt diaqnozdurmu? Yox. Planimetrik olaraq qapaq 1.14 çıxdı və bu ciddi lehinədir. Üçüncü xəstədə low flow xəstədir. Qradiyent aşağıdır, AVA ciddidir. Burada KT parametrlərinə baxdığımızda kalsifikasiya ciddidir və AVA planimetrik olaraq ciddidir. Dördüncü xəstədə isə flow low flowdur, qradiyent aşağıdır, AVA ciddidir. KT parametrlərinə baxdığımızda kalsifikasiya orta dərəcədədir, amma planimetrik ciddidir. Demək ki, orta kalsifikasiya orta stenoz demək deyildir. Və buradan keçirik bu şəklin təhlilinə. Bu şəkildə bizə Mayo Klinik'in çalışmasıdır. Aort qradiyentini ən optimal hardan ala bilərik? Bu sağ parasternal görüntüdəndir. Sağ parasternal görüntünü necə optimal əldə edə bilərik? Əsasən biz kolor dopplerlə, turbulansla qapağı izləyərək əldə edə bilərik. Diskordant dəyərlərdə ölçüm xətalarına diqqət etməliyik. Strok volüm indeksi, təkcə strok volüm indeksi yox, həmçinin flow rate-ə baxmalıyıq. Strok volüm indeksinin ejeksion zamanına nisbətidir ki, bu qarışıq patologiyalarda bizim üçün yol göstəricidir. Bəs flow-u necə qiymətləndirək? Ən sadə Simpson metodu ilə strok volümü dəyərləndirə bilərik. Burada əsas nüans nədir? Biz Simpson dəyərləndirərkən aldığımız görüntülər foreshortening olmamalıdır. Optimal görüntülər üzərindən dəyərləndirilməlidir. Dobutamin stres exoda nə istəyəcək? Biz paradoksal xəstələrdə ECG strok volümü aşağı, Vmax-ı aşağı, qradiyent aşağı, amma AVA ciddidir. ECG-nin qaydası budur ki, strok volüm 20% artmalıdır. 20% artdığı ehtimalda əgər AVA 1-in altında qalırsa, bu AVA 1-in altında qalması. AHA-nın kriteri nədir? Bu strok volümün artmasına toxunmur, sadəcə dobutamin nəticəsində Vmax-ın 4-ün üzərinə çıxmasını qəbul edir. Burada bizim üçün olan parametr flow rate-dir. Flow rate normal, flow rate-i necə hesablayırıq? Strok volümü ejeksion zamanına Dopplerdə aldığımıza nisbəti ilə. Bu bizim normal dəyərlərimiz 210-250 arasındadır. KT-də gözlədiyimiz skorlar nə qədərdir? Qadın üçün 1200, kişi üçün isə 2000-in üzəridir. Bəs bu cədvəldə nəyi göstərir bizə? 1000 qradiyent 40-ın üzərinə çıxdı. Tamam, ciddi aort stenozudur. 1000 qradiyent amma 40-ın altında qaldı. Bu zaman flow rate bizə yol göstəricidir ki, əgər bizim 1 saniyədə keçən axınımız 210-un altındadırsa, bu AVA proqnostik deyil. Amma 210-un üzərindədirsə, bu ciddi, yəni optimal flow var, amma hələ də AVA ciddidir. Bu o deməkdir. KT planimetriki biz nə zaman istifadə edirik? Fibrotik aort stenozu xəstələrində. Biz kalsifikasiyanı dəyərləndirib fibrozu kənara qoyub o xəstələri itirilməməlidir. Amma KT-də biz nəyi dəyərləndiririk? Biz ekokardioqrafiyada, hemodinamikada effektiv orifis alanını dəyərləndirdiyimiz ehtimalda, KT planimetrikdə isə anatomik orifis areanı dəyərləndirmiş oluruq. Və KT planimetrik əsasən kimdə istifadə edəcək? Fibrotik, diskordant qrupda istifadə edilə bilər. Horizontal aorta qradiyentin underestimate üçün səbəbdirmi? Bəli. Aortanın çıxış bucağı bizim probu düzgün orifisə qoymağımızı optimallığını poza bilər. Buna görə də əgər ki biz xəstədə qısa aks görüntülərdə AVA-nı gözümüzə çox ciddi gəlirsə, belə xəstələri göz ardı etməməli, hibrid metoda keçməliyik. Bəs bayaq flow rate-dən danışdıq. Low flow və high flow vəziyyətlərə baxaq. Low flow vəziyyət nədir? Hipertoniya xəstəliyində, AF-də, ciddi mitral yetərsizlikdə, trikuspid yetərsizlikdə, pulmonar hipertenziyada, paradoksal low flow low gradientdə,
amiloidozda və ciddi diastolik disfunksiyadır. High flow vəziyyətlər hansılardır? Anemiya, hipertiroidizm və ciddi aort yetərsizliyi. Bu flow vəziyyətləri bilməyimizin əhəmiyyəti nədir? Low flow vəziyyətdə bizim qradiyentimiz aşağı çıxacaq olduğundan, high flow vəziyyətdə isə olduğundan yüksək çıxacaq. Buna görə də biz flow optimal vəziyyətlərdə dəyərləndirməmiz mütləqdir. Ciddi aort stenozunda biz qradiyenti doğru aldığımızı necə təsdiqləyə bilirik? Qradiyenti doğru almağımız, optimal qradiyenti görməyimiz üçün əsas olan aortun hər hansı sahəsinə deyil, orifisə düşməyimizdir. Və biz bu orifisə düşdüyümüzü CV-də necə bilə bilərik? Əgər bizim ciddi aort stenozundan söhbət gedir, əgər bizim pik velositemiz middədirsə və parabolik şeypi görürüksə, biz optimal CV Dopleri əldə etmiş oluruq. Bəs erkən pik hansı hallarda ola bilər? Gec pik bilirik ki, hipertrofik obstruktiv kardiomiopatiyada Dagger shape-lə Doppler parametrlər bir-birindən fərqlənir. Erkən pik olduğu hallar varmı? Var. Atom fraksiyası aşağı ürək xəstələrində, konsentrik hipertrofik kardiomiopatiya xəstələrində və ciddi AYE-yə bağlı LV volume overloadda. Belə xəstələrdə qapaq ilk yüksək təzyiqlə açıldığı ehtimalda qanın ehtiyatını qovur, ilk pikini edir, ondan sonra artıq qan yavaş keçməyə başlayır və bu xəstələrdə erkən pikli Dagger shape fenomeninə uyğun bir axın izlənilir. Lvot areyanı hesabladığımızda süreklilik denklemi üçün biz Lvot areya hesablayırıq ki, oradan avan tapaq. Bəs Lvot areya həqiqətən Pierre kvadratıdırmı? Lvot areyanı biz Lvotun diametrini exoda ölçərək əldə edirik. Amma bu diametr biz hibrid metodlara keçdiyimizdə 3D multiplanar rekonstruksiyada və KT-də baxdığımızda ava sirkulyar deyil, elliptik formadadır. Normalda KT dəyərlərində biz burada min diametri, max diametri və ortalama diametri götürürük. 2D echo ilə bəzən avanı biz underestimate edə bilərik. Çünki echoda aldığımız parametr buradakı min ölçüyə uyğundur. Amma KT-də də biz overestimate edə biləcəyimizə görə kvantifikasyon echo üzərindən edilir. Echo üzərindən etdiyimizdə ölçünü düzgün almaq vacibdir. Burada biz zoom edirik və uzun aks görüntüdə RCC kasp lokalizasiyasından posterior komissura doğru əldə edirik. Bu əsasən anulus səviyyəsindən 4 mm daha məsafədə yerləşmiş olur. Burada oblik görüntülərdən yayınmaq lazımdır. İkinci bir məsələ, Lvot anatomiyası necədir? Lvot anatomiyasına baxdıqda Lvotun 3 morfoloji tipi müəyyən edilmişdir. Anulusun Lvotdan böyük olduğu, anulusla Lvotun tubular formada olduğu, anulusun Lvotdan kiçik olduğu parametr. Biz protez qapaqların günündə çox toxunurduq ki, Lvotun düzgün yerdən ölçmək lazımdır. Biz ava hesablayanda buna nə qədər diqqət edirik və doğru yerdə olduğumuzu və velositeni doğru yerdən aldığımıza nə qədər diqqət edirik. Çünki burada diametr dəyişdikcə sürət dəyişəcəkdir. Və bir də aort stenozunun üzərinə bir aort yetərsizlik gəldiyi ehtimalda geriyə qayıdan axın Lvot VTI-nin pozulmasına səbəb olacaq. Və aldığımız ava nə qədər doğrudur. Ona görə də biz diskordant parametrlərdə əgər ki, xəstədən tam əmin deyiliksə, tək echo parametrlərlə kifayətlənməyib, mütləq KT parametrlərinə keçməliyik. Bəs keçən səfər soruşduq, o qədər düsturu hamısını əzbərləyəkmi? Hər ehtimalda bunları istifadə etmirik. Sadəcə BCA-sı çox fərqli xəstələrdə və body mass indeksi çox fərqli xəstələrdə istifadə edirik. Nəyə görə istifadə edirik? Bədən şəkli kiçik yapılı qadınlarda ava first ciddi çıxa bilər. Yəni səhv olaraq ciddi çıxa bilər. Parametrlər hamısı kiçik olduğuna görə ava burada kiçik dəyər verə bilər. Ona görə də biz indeksi hesablamalıyıq belə bir xəstədə. İndeksi 0.6-nın altındadırsa bu həqiqətən ciddi bir xəstədir. Və şəkildə göründüyü kimi fərqlər bir-birindən çox diferensiyasiya edilir. Belə iki xəstənin bir-birinə uyğun parametrlə dəyərləndirilməsi əlbəttə ki, doğru deyil. Belə bir xəstədə body mass indeksi 30-un üzəri olan xəstədə sadəcə burada biz ava indeksin 0.5-in altında olması ciddi üçün 2 rəqəmi əzbərləmək kifayətdir.
Və biz indi baxaq morfoloji dəyərləndirməyə. Small annulus xəstələr. Small annulus xəstələrdə AVR, TAVI hansını edək? AVR edəcəksə bu xəstələrdə mismatchdən yayınmaq üçün kök genişləndirilməsi edilməlidir və yaxud da TAVI ediləcəksə supraannulyar yerləşmə görə, effektiv orifis areaya görə xəstə ya self-expandable qapaq seçilməlidir. Bəs böyük annulus kateqoriləri nədir? Aortopatiyalara necə yanaşırıq? Böyük annulus kateqoriləri annulusun ortalama diametrinin 26-nın üzərində olmasıdır. Belə xəstələrdə qərar vermək üçün qapağın morfologiyası çox önəmlidir. Biz geniş anulusdan kiçik qapaq sahəsinə keçirik. Geniş anulusda sürət aşağı olacaq, kiçik qapaq sahəsində sürət yuxarı olacaq və aortopatiyalarda yenidən geniş bir sahəyə keçəcək. Belə xəstələrdə parametrlər bir-birindən uyğunsuz ola bilər. Ona görə də KT ilə ən az planimetrik AVA hesablanılmalıdır. Bu xəstələrdə AVR perkutana daha üstündür. Amma burada yenə KT istifadə edilməlidir. Nə üçün? Aortanın ölçümlərini etmək üçün. Aortanın ölçümləri ilə protez qapağın ölçüsünü təyin etmək üçün və virtual planning dediyimiz sahədə bu bizə ölçüdə olan qapağı ora yerləşdirilib PVL riskini dəyərləndirməyə imkan verir. Əgər ciddi PVL riski varsa, belə xəstələrdə əməliyyatdan öncədən kök rekonstruksiya əməliyyatı planlaşdırılır. Aortopatiyalardan danışdıq. Wall shear stress nədir və mahiyyəti nədir? Bikuspid aort qapaq patologiya normal qapaqlarda əsasən simmetrik orifis müşahidə edilir. Bikuspid aort qapaq patologiyalarda bikuspidin növünə görə asimetrik orifis müşahidə edilir. Asimetrik orifisin üzərinə bir də zaman keçdikcə kalsium çökür. Kalsium çökməsi əsasən rafe üzərindən olur və qapaqların hinge pointlərindən, yəni uc nöqtələrindən olur. Belə qapaqlarda əsasən sentral axım pozulmuş olur. Mərkəzi axım pozulanda eksentrik orifisdən keçən qan burada eksentrik bir axım vurur. Yüksək sürətlə gələn qan aortaya yüksək zərbə kimi olur, yəni yüksək sürətlə vurur və bu nəticədə aortanın da qeyri-bərabər şəkildə paylanır və aortada sekundər dilatasiyaya, aortopatiyaya səbəb olmuş olur. Bu praktikada 4D MR-la dəyərləndirilir, amma biz bunu ən sadə necə dəyərləndirə bilərik? Bu tam net deyil, amma bir vizualizasiya imkanı verir ki, qapaqdan keçən qan burada yuxarıya daha meyilli vurur, nəinki aşağıya. Biz bu ciddi egzanteristeni gördüyümüzdə artıq aortopatiya, aortanın genişlənməsinin illik təqibini mütləq dərəcədə etməliyik. Qapaqdan wall shear stressdən dedik. Bəs bikuspidlərin tipinə görə bu necə dəyişir? Tip 0, tip 1 və tip 2 bikuspidlərdə valvulopatiya, sekundər aortopatiyalar inkişaf etmiş olur. Bu eksentrik orifis necə təsir göstərir? Əsasən tip 0 xəstələrdə aortanın kökünün burada gördüyümüz kimi asimetrik dilatasiyası, rut genişlənməsi müşahidə etmiş oluruq. Tip 1 amma sağla sol arasında füzyon olduğunda əsasən çıxan aortanın genişlənməsi müşahidə edilmiş olur. Tip 1 sağ və non arasında rafe olduğu zaman isə nə müşahidə edilir? Həm aort kökü prosesə cəlb olunur, həm də qalxan aorta prosesə cəlb olunur və bu xəstə qrupu disseksiya riskinin ən yüksək risk qrupundadır. Və bu üç morfoloji fərq və funksional diferensiyasiyaya görə xəstələr eyni anda və ya eyni katof dəyərlərlə əməliyyat göstərişi düzgün deyil. Bunların zamanlamasında spesifik yanaşmaq lazımdır və bəzən qapaqdakı patologiya aradan götürdükdə xəstədə aortaya düşən stres azaldığına görə bəlkə də aortadakı genişlənmə dayana və ya zəifləyə bilər. Zamanlama və bu diskordant parametrlər bizim üçün nə üçün önəmlidir? Zamanlamaya görə çünki aort stenozu xəstələri simptomatik və asimptomatik şəkildə çox müxtəlif hallarda bizim qarşımıza gələ bilər. Bu xəstələr stage 1 vəziyyətdə olduqda burada kardiak zədə müşahidə edilmir. Stage 0 vəziyyətdə daha doğrusu stage 1 vəziyyətə keçdikdə kardiak zədə sol mədəcik səviyyəsində olur. Burada əsasən LV mass indeks artır, atom fraksiyasının azalması müşahidə edilir. Stage 2 mərhələsində nə baş verir? Əsasən orta ciddi mitral yetərsizlik və atrial fibrilyasiya
halları baş vermiş olur. Stage 3-də artıq sağ boşluqlar prosesə cəlb olunmuş olur və burada pulmonar hipertenziya və orta ciddi trikospid yetərsizliyi baş verir. Stage 4-də artıq orta ciddi RV disfunksiyası qarşımıza çıxır. Bu stagelər bizim üçün nə üçün önəmlidir? Çünki xəstənin müdaxiləyə göndərilməsinə görə sonrakı proqnostik təyinində ciddi həm simptomatikdə, həm asimptomatikdə stage'inə görə ciddi fərq vardır. Bəs stagelər zaman nələrə diqqət etməliyik? Xəstədə izlənən remodeling izole aortik zədələnmənin nəticəsidirmi? Çünki yaşlı xəstələrdir və yanaşı xəstəlikləri vardır. Bizim gördüyümüz mitral yetərsizliyi stage 2-yə aid olmayıb, işemik mitral yetərsizlikdirmi? Mis klassifikasiyadan yayınmalıyıq. Nə üçün mis klassifikasiyadan yayınmalıyıq? Çünki bu xəstələr zədələnmənin səviyyəsinə görə AVR və ya TAVI-yə yönləndiriləcək. Ona görə də zədələnməni dəyərləndirərkən qapaq stenoza bağlı, yoxsa yanaşı xəstəliklərə bağlı olmasına düzgün qərar vermək lazımdır. Son olaraq deyəcəklərim, bizim üçün qradientdən, avadan hər parametrin müxtəlif situasiyalarda doğru və ya dəyişmə ehtimalı vardır. Amma biz bütün xəstələrdə qısa aks səviyyəsində aortun açılımına baxdığımızda parametrlərimiz uyğun olmasa belə xəstəni ikinci bir müayinəyə göndərməliyik. Ciddi aort stenozi hipertrofik olmayan ventrikulada qarşımıza çıxa bilər. Mütləq bunu nəzərə almalıyıq. Xüsusilə miokardial zədə olanda fibrozla əvəzlənmə olur ki, burada artıq ventrikulun incəlməsi baş verir. Ona görə də xəstədə qısa aksda bu görüntüyə mütləq diqqət etməliyik. Açılım tək boyutlu, açılım uzun aksdan ölçdüyümüz parametrə görə deyil, bu görüntü ilə 3D cərrahi bucaqdan dəyərləndirilməlidir. Çünki anulusdakı kalsifikasiya bizə yalançı pozitiv parametr verə bilər. Biz burada lefletlərin hərəkətlərini, uc nöqtələrini mümkün qədər izləməliyik. Bu xəstələrdə əksərən asimetrik açılım orifis olur. Bu necə olur? Yaşla bağlı senil degenerativ xəstələrdə bir və ya iki lefletə kalsium çökməsindən həmin leflet retraktə qalır, hərəkətsiz qalır. Digər lefletin hərəkəti hesabına orifis yaranır. Buna görə də asimetrik orifis xəstələrdə simmetrik orifisə düşmədiyimiz, qradienti düz yerə düşmədiyimiz hər zaman ağlımızda olmalıdır. Non-kalsifik fibrotik ciddi aortal stenoz diqqətimizdə olmalıdır. Burada görünən qrup, çünki diaqnostikası ən çətin qrupdur diskordant dəyərlərdə. Digər xəstələri biz göndəririk KT-yə, aqatsonun nəticəsinə görə qərara gələ bilirik. Amma bu qrupda kalsifikasiya ölçümü bizə yol göstərici olmayacağına görə mütləq planimetrik dəyərlər əldə edilməlidir. Aort stenozu xəstəsini dəyərləndirərkən sub və supra-aort segmentlərini taramaq çox önəmlidir. Nə üçün? Çünki aort stenozu ilə hipertrofik kardiomiopatiya, hipertrofik obstruktiv kardiomiopatiya və restriktiv kardiomiopatiya eyni vaxtda rast gəlinə bilər. Aort stenozu olan xəstələrdə mütləq valsalva manevri edib luvotu taramaq lazımdır. Hipertrofik obstruktiv kardiomiopatiya və restriktiv kardiomiopatiya ilə birgə rast gəlinən aort stenozlar postoperativ ciddi dekompensasiya müşahidə edilə bilər. Çünki restriktiv kardiomiopatiyada komplians pozulur və post-op care çətinləşir. Deyəcəklərim bu qədər. Sualı olan yoxdursa, кейslərə keçin. Ləman doktor, təşəkkür edirəm sizə. Mənim əslində sualım var. Hipertrofik KMP hansı xəstələri, hipertrofik kardiomiopatiyası olan hansı xəstələri KT-yə göndərir? Çünki onların diaqnostikasında bilirik ki, kardiyak MRT-nin çox mühüm rolu var. Hansı xəstələri məhz KT-yə yönləndirək? Özətləmiş olursa. İstənilən kardiomiopatiya xəstələrində birincili göstəriş kardiyak MRT-dir. Amma hansı xəstədə ki, çox xəstədə rast gəlinir ki, biz klostrofobiya səbəbilə MRT eləmək mümkün olmur o xəstələrə və ya MR uyumsuz cihazı vardır bir xəstənin. O xəstəni əvvəlcədən KT-ni çəkən həkimə məlumat verməklə KT-yə göndərmək mümkündür. Belə xəstələrdə həm morfoloji dəyərləndirməni edə bilirik. Biz orada mid səviyyədə, apikal səviyyədə obstruksiyanı dəyərləndirə bilirik və gec kontrast görüntülərdə fibrozu dəyərləndirmə imkanımız da vardır. Amma bu seçilmiş xəstələrdə icra edilir. Hər xəstədə rutin deyil.
Tamam, bəs apikal tromblarda necədir Apikal vəziyyət? Apikal tromblarda bəli, biz hipertrofik kardiomiopatiya xəstələrində xəstə əgər çox kökdürsə, bizim Xeyr, cihazımızda xeyr, ümumiyyətlə apikal trombu var xəstənin. Yəni hipertrofik kamiyopatiyası olmayan bir xəstədir, EFS-i apikal düşük bir trombu biz xəstədir. rahatlıqla görə bilirik. Görə bilirsiniz. Bəli, tromb üçün Tamam. katet tromb və kalsifikasiya üçün çox spesifikdir. İlkin Yəni zaten MRT-dən kateyini bir dəyərləndirə bilir. üstünlüyü və ya mənfi cəhəti yoxdur da, Mənfi anladığım cəhəti qədər. yoxdur, qısa müddətlidir. Təbii ki, MRT nisbətdə radiasiya var, amma dəyərləndirmədə çox yüksəkdir. Və Ləman doktor, demək istədiyim bir nüans da hipertrofik kardiomiopatiya ilə bağlı. Hipertrofik kardiomiopatiyalarda biz Hook kumpları, Lvot obstruksiyası zaten nəzərimizdədir. Amma mid obstruktiv vəziyyətlərə və ya apikal obstruktiv vəziyyətlərə nə qədər diqqət edirik? Bunlar bəzən praktikada, gündəlikdə biz gözümüzdən yayına bilər. Və ya xəstə çox çəkilidir, görüntü keyfiyyəti exoda aşağıdır bir xəstədə. Bu xəstələrdə biz KT müayinəsində yüksək məkan rezolyusiyası göstərir bizə və biz morfoloji dəyərləndirməni edə bilirik. Apikal psevdoanevrizmaları dəyərləndirmə imkanımız var və psevdoanevrizma içərisində midobstruktivlərdə xüsusilə kiçik tromblar ola bilir. KT burada bizə həm koronarla eyni zamanda strukturalla bağlı optimal informasiyalar verə bilər. Yəni bir müayinədə iki müayinə nəticəsinə yaxın bir nəticə alırıq. Ləman doktor, çox sağ olun. Minnətdaram, çox ətraflı və çox faydalı bir sunum oldu. Mənim də bir sual olacaq. Bu sizin məncə bizim doktorlar üçün. Bizim son zamanda, son 2-3 il ərzində tabi əməliyyatlar sayı artıb. Və son qaydalara görə 2025 əsas mən Avropa qaydalarını nəzərə alıram. Çünki daha çox biz ESC üzərində gedirik və burada bu qaydaların əsasən kalsium skor, xüsusilə KT rolü aort stenozlarda ciddi şəkildə rolü artıb. Və bu konkret belə demək istərdim. Nə vaxt belə deyim, bizim doktorlar kalsium skor üçün hansı nə zaman xəstələr kalsium skor üçün göndərsələr KT? Dəyişlər. İstənilən müayinəyə, ikincili müayinəyə yönləndirmək üçün ön tanı vacibdir. İstənilən exokardioqrafır exonu etdiyi zaman dediyim kimi qısa aks görüntüdə əgər ki mən çox belə hal olub ki, qısa aksda açılım mənim gözümə effektiv görünməyib, amma qradiyenti optimal ala bilmirəm. Belə xəstələri ekarte etmək və ya gözlətmək əvəzinə o xəstənin çünki zədələnmə səviyyəsi artdıqca proqnostik dəyəri azalmış olur. O xəstəni KT-yə yönləndirib kalsium skorunu dəyərləndirmək mümkündür. Amma kalsium skoru ilə yanaşı radioloqdan eyni zamanda planimetrik dəyərləndirməni də istədiyimizdə tam optimal nəticə əldə eləmiş olarıq. Çünki dediyim kimi flow vəziyyətləri, xəstənin hemodinamik statusu, hətta morfoloji vəziyyəti. Biz əksərən yetişkin kardioloqlar levokardik ürək üzərindən düşünürük, amma çox xəstə də var ki, ürək mezokardik yerləşir və belə hallarda bizim o orifisə düzgün düşməyimiz daha da çətinləşir. Yəni qradiyenti almadıqsa bu xəstə ciddi deyil demək deyil. Mütləq dərəcədə dediyim kimi ən asan üsulu qısa aksa baxaq, şübhələniriksə göndərək. Bir də Ləman xanım, bir də şey də qeyd eləmək istəyirəm. Normalda bilirsiniz, orfis almaq üçün, bunu orfis almaq üçün biz təqdə normalda kontrast müayinə keçməliyik. Bizim kalsium skor avantajı nədir? Bu non-kontrast müayinədir. Çox vaxtı, məsələn, öz praktika danışıram. Bizim mərkəzdə təbii əməliyyatı çox sayda icra olunur və kalsium skor, yəni öz şəxsi təcrübəm kifayət qədər çəkirəm. Yəni bunlar 70-80 yaşında belə xəstələr olur, yanaşı olaraq böyrək çatmazlıq, arterial hipertenziya, şəkər diabet və çoxlu onların kreatin 1,5-in üzərində və bu normalda bu tip xəstələr kontrast vermək üçün çox belə potensial xəstələr deyil. Ona görə hər dəfə o imkanı yoxdur kontrasta keçmək və orfisi dəyərləndirmək. O baxımdan deyirəm. Yəni kalsium skor məsələn konkret pasiyent necə deyim, hakim baxır. Hansını göndərək deyirsiniz? Yəni çünki belə deyim, bizim real şəraitlər təəssüf ki, Avropa kimi deyil və biraz necə imkanlar daha zəifdir də, yəni real şəkildə o demək istəyirəm. Yenə bu operatordan asılıdır. Nəyə görə? Çünki əgər biz orifisi gördüyümüzdə kalsifik degenerasiya görürüksə, zaten bizə kalsifikasiya kifayətdir. İkinci stepə ehtiyac yoxdur. Amma biz orifisi gördüyümüzdə
orifisə baxdığımızda qapaq açılmır, amma kalsifikasiya zaten gözlə də ki, TAVI mərkəzdə işləyən hər kəs buna bələddir ki, bir müddətdən sonra sənin kalsifikasiyan dərəcəsinə uje gözün alidə olur ki, bu ciddi çıxacaq və ya az çıxacaq. Əgər qapaqda əsas problemi kalsifikasiya deyil, fibrotik görürüksə, bunun planimetrik hesablamadan başqa yolu yoxdur. Ki bu xəstəni nə edə bilərik? O zaman 3D MPR-la T eləyə bilərik. Amma 3D MPR-la T elədiyimizlə günümüzdə hal-hazırda ölkədə TAVI planlaması edilmir. Ona görə də bu ehtimalda yenə də multidisiplinar yanaşıb xəstəyə nefroloq müalicəsi ilə yanaşı kontrastlı çəkməliyik. Tamam, çok sağ olun. Aydındır dediyim ya bir daha toparlayayım. Deyim, kalsifik Belə degenerasiyalarda aqatson bizə kifayətdir. Amma kalsifik degenerasiyanı zaten vizualda ciddi görmürük. Əsas problemi revmatik və yaxud da fibrotik görürüksə, bunu aşkarlamağın zaten kontrastlıdan başqa yolu yoxdur. Bu ehtimalda xəstəyə nefroloji müalicə ilə yanaşı kontrastlını çəkməliyik. Tamam, çok sağ olun doktorum. Bir de əlavə eləmək istərdim. Burada çox vaxtı biz əslində kardiskor nə vaxt istifadə tabii olan xəstələr, potensial xəstələr, bu çox vaxtı yaşlı xəstələr. To есть bunlarda daha çox paradoksal aortal stenoz. To есть efesi qorunmuş xəstədir. Biz baxırıq funksiyon olaraq öncədən Ləman doktor deyir də, orfes parasına qısa da normal açılmır. Amma gradiyent aşağı çıxır da 40-ın altında və efesi normaldır da. Amma yaşlı xəstələrdə, ciddi hipertrofiya olan xəstələrdə, xüsusilə qadınlarda stroke volume enməsi ola bilər. Bu səbəbdən xüsusilə sərici ritmi olan xəstələrdə, yəni bu baxımdan bu gözdən qaçmasın. Amma mən bir də qradiyent ölçdüm. Məsələn, qradiyent 26-28-dir və keçim bu yüngül orta aortal stenoz yazım gedim. Yəni ona görə o baxımda hər zaman o ağlımda olmalıdır. Bir də flow state-lərdə, zaten low flow state-də AHA bizə atrial fibrilyasiyanın low flow state olduğunu deyir tək başına. Burada qadın olsun, kişi olsun, kök və ya arıq olsun fərq etmədən. Və atrial fibrilyasiya da bizim stroke volumu 5-in ortalaması alsaq belə düzgün dəyərləndirmə imkanımız çox yoxdur. Hansı ortalama bir dəyərləndirmə edə biləcək və o 5-dən hansı stroke volumu biz cut-off götürüb onun üzərindən hesablamağa gedək. Ona görə də elə xəstələrdə kalsifik degenerasiyalar daha rahatdır, fibrotiklər isə daha çətindir təbii ki. Bir də xüsusilə məsələn bu sərici aritmiya olan xəstələrdə əksində kardiskor bəzi hallarda çox böyük rol oynayır. Çünki nəbzi oynaqdır və hansı düzgün ölçmək çətin olur və məsələn xəstə təzəlikcə afaya girdi. Biz görürük qapaq kardisikli normal açılmır, gradiyent yetərli qədər ala bilmir. Aşağı axınlı aortunu düşünürük və bir də əslində kardiskor çəksə, ciddi kardifikasiya görsə, daha ciddi aortalısını yönləndirə bilər, anasına bir fikir gələ bilər və bu xəstə, bəzi xəstələr var, davamlı sərici aritmi və ritm bərpa etmək şansı yoxdur. Və bu tip xəstələrdə həqiqətən aort stenoz dərəcəsi qoymaq orta ya ciddidir, çətin olur. Kardiskor bu baxımından bizə yol göstərir. Bəli. Nətiman doktor, sizin doktorlardan sual gəlib, aort stenozuna şübhə olan, lakin exo görüntüsü suboptimal olan xəstələrdə T etmədən birbaşa KT etmək olarmı? Etmək olar, amma mən tərcih etmərəm şəxsən. Çünki yazıb ki, exo görüntüsü suboptimal olan xəstələrdə T etmədən birbaşa KT. Yəni exoda heç bir dəyər almırıq. Elə başa düşdüm, yəni görüntüsü suboptimaldır deyə. Əslində biz KT-yə göndərməz, belə deyim, biz T görüntülərində də 120 dərəcə və qısa aks görüntülərində də planimetrik avanı 3D üzərinə hesablamamız, avanı vizual görməyimiz də mümkündür və 3D üzərindən planimetrik avanı da hesablamamız mümkündür. Əgər ki, mənim fikrim birinci T edərəm xəstəni, şübhəm olarsa KT-yə göndərərəm. Əgər yanaşı bir göstərişi yoxdursa, əgər yanaşı bir göstərişi varsa göndərə bilərəm. Yəni bu spesifik qayda yoxdur, seçim məncə. Mən də bir əlavə etmək istərəm. Ləman doktorla tam razıyam. Əslində niyə görə? Belə deyim, KT bizə daha çox anatomik parametr verir. T bizə daha ekokardiografiya müayinə hemodinamik parametr. Biz KT çəksə də biz heç vaxt orada axın və qradiyent sürətlər ala bilmərik. Ona görə bu bir əslində iki müayinə bir-birinə
əlavə edən bir müayinələrdir. Bir-birinin əvəzləmə Əvəzləyici deyil. deyil. Ona görə əgər görüntü yoxdursa, yəni mütləq T-yə keçmək lazımdır. Əgər T-dən nəsə yenə qaranlıq qalırsa, ya orada ciddi aortalısını düşünürük, kalsium skor istəyirik, başqa bir əlavə nəsə biz məlumat almaq istəyirik, o vaxtda biz kataya keçirik. Anladım. Başqa sualı olan, fikri olan varmı? Gördüyüm qədər yoxdur. Ləman doktor, çox sağ olun. Mən Təşəkkür suallarıma edirik sizə. keçim. Sizin, Suallarınız var buyurun, mı? buyurun. Buyurun, buyurun. Hı -hı. E, Deməli, birinci xəstəm low flow, low gradient xəstədir. Atın fraksiyası 25%-dir, amma MRT nəticəsində LAD dominant bir LAD-dir və canlılıq yoxdur. Xəstənin KT nəticəsində orta kalsium skoru var. Bu xəstəyə nə edək? Bir tərəfdə ciddi azalmış kardiak output və kardiak indeks var və digər tərəfdə yüksək afterload var. Bu xəstənin qərarı necə olmalıdır? Cavab vermək istəyən var ya mən təhlil edim? Məncə vaxtı verək, doktorlar fikirləşsinlər, doktor. Hı -hı. Ben de Kemal için hayasızlık edelim. Ne dedim? Mebellerden olur, mebellerden kalmıyor. Hangi satılırsa. Ben de mebellerden var. Aferin ben mebellerden. Ləman doktor, bu tərəzinin yanlarında olanlar cavablı variantlardır, yoxsa necə? Yox, yox. Sadəcə tərəzinin bir gözündə bizdə azalmış kardiak output var, digər tərəfdə də kardiak output aşağıdır və yüksək afterload var. Nə edək? Yəni Orta kalsium skoru KT ilə şey olub, bəli. dəqiqləşdirilir. Hı -hı, bəli. Doktor, dopamин stres olub, olmayıb? Onu Dopamin stres mən olmuyor. də düşündüm. olmayıb. Ha. Birbaşa MRT olub, canlılıq yoxdur elə. MRT olub canlılığı yoxdur, kalsium skoru ortadır və digər müayinələr yəni exokardioqrafiyada da diskordant dəyərdir. Qradiyent aşağı, ava ciddi. Aha, optimal axın rezerv yoxdur. Bunu Dopamine echo, yəni tək ağlıma gələn odur, dopamine echodur. Nədə açıb dopamine? Cavab Yəni, verim mən. bir də soruşmaq istərdim. Optimal axın rezervi yoxdur. Bunu nəyə əsas? Bu sualdır, ha. Üzr istəyirəm. Deməli, LED unviabledır və 25% atom fraksiyası var. Belə bir halda miokardın çox hissəsi artıq zədəlidir. Digər hissələrdə kontraktil funksiya var. Belə xəstələri dobutamin echo edə bilərik. Amma ECG-yə görə nə dedik? Dobutamin echo bizim üçün o zaman nəticəsi düzgündür ki, stroke volumda 20% artım müşahidə edək. Bu xəstədə LED-nin unviable olduğu vəziyyətlərdə kontraktil rezervlə axın rezervi eyni deyil. Biz dobutamin etməliyik. Amma dobutaminin neqativ cavab gəlmə ehtimalı yüksəkdir. Bu xəstədə nə edəcəyik? Əgər planimetrik edə bilərik xəstəyə, əgər həqiqətən ciddi və ya orta ehtimalları nəzərə alaq. Bu xəstə zaten LED unviable'dır və orta bir dərəcəsi var. Topaz çalışmasında göstərdi ki, kontraktil rezerv olsa da, olmasa da belə xəstələrdə TAVI göstərişdir. Yəni TAVI-nin nəticələrində ciddi fərq olmadı bir-birindən. Kontraktil rezerv ona təsir göstərmədi. Və digər bir tərəfdən, əgər planimetrik olaraq da bizim bu qapağımız ortadırsa, o zaman unload çalışması icra edildi. 2024-də Eurointervention-da yayım oldu. Orta aort stenozlarında TAVI edəkmi, nəticəsi necə olacaq? Və burada seçilmiş xəstələrə edilə biləcəyi deyildi. Əgər bu xəstəni bu aort qapağı ciddi dekompensasiya eləyirsə və narahat edirsə, bu xəstələrdə TAVI icra edilə bilər. Orta stenoz olsa belə. Amma bu çox ciddi dəyərləndirilərək edilməlidir ki, xəstənin dekompensasiya səbəbi low kardiak output-a ürək çatışmazlığına bağlıdır, yoxsa aort stenozuna bağlıdır. Çünki burada həm output yoxdur, digər tərəfdən də yüksək afterload var və bu iki ehtimal bir-birini tamamladıqda periferik orqan perfuziyasına ciddi zədələmə göstərə bilər və multi-orqan disfunksiyası ilə qarşımıza gələ bilər. Belə seçilmiş xəstələrdə icra etmək mümkündür. İkinci xəstəyə keçirəm.
Ləman doktor, ekranı sadəcə böyütsəz daha yaxşı Böyüdüm hə. görərik. Çünki mən də Ciddi, görmürəm, açıq aha, deyim. ciddi sağ mədəcik çatışmazlığı var xəstədə, ciddi ventrikulyar TC var və sağ mədəciyin zədələnməsi RV-PA uncoupling stage-dədir. Xəstənin funksional orta ciddi mitral yetərsizliyi var, low gradient xəstədir. KT-də yenə orta kalsium skoru var. Bu xəstəyə nə edək? Demək, xəstənin orta ciddi mitral, orta belə deyək, orta mitral yetərsizliyi Orta var. ciddi. Low, Orta low ciddi gradient, mitral yetərsizlik var. aha, Low gradient orta kalsium aort, skorlu aort stenozudur. stenozu var. Ciddi TC-si var və ciddi sağ mədəcik çatışmazlığı var. Doktor, onların cavabı varmı? Əgər kimisi fikir varsa yaza bilərsiniz chatdə. Yoxsa çatda heç kim yazmayıb heç nə. Aha, mən cavab verim bu xəstəyə. Mhm. Xəstə end stage bir xəstə parametrlərindədir. yazıb. Necə? Bir doktor stres exo yazıb Bu məsələn. xəstəni stres exo eləsək, məncə fail ola bilər. Çünki ciddi TC-si var, xəstənin dekompensasiyası üçün. Sağ çatmazlıq var. Necə? Ümumiyyətlə sağ çatmazlıq kuşu var, ona görə o səbəbdən. Bəli. Xəstədə sistemik hipoperfuziya var, sistemik venoz konjession var və pulmonar konjession var. Əvvəlki parametrləri dəyərləndirdiyimizdə orta ciddi mitral yetərsizlik və ciddi trikospit yetərsizlik bu xəstənin atım fraksiyasına asılı olmayaraq low flow vəziyyətidir və ciddi sağ mədəcik çatışmazlığı var. Bu xəstəni ciddi dəyərləndirdiyimizdə KT-nin orta kalsium skor göstərməsinə baxmayaraq, bu xəstədə ciddi aort stenozunun end stage mərhələsi, 4-cü stagdə dedik ki, ciddi sağ mədəcik çatışmazlığı olur. Bu atlanılmış elə bir xəstə ola bilər. Bu xəstədə mütləq dərəcədə aortanı optimal dəyərləndirmək lazımdır. Sağ ventrikulun çatışmazlığını optimal dəyərləndirmək lazımdır və bu xəstə mənim fikrimcə kateterizasiya olunmalıdır. Bu xəstə fayda görər, görməz. Bir mənalı olaraq açıq ürək əməliyyatına əks göstərişdir xəstə, çünki sağ yetməzlikdədir. Perkutan müdaxilə üçün əgər ki survival 1 il gözlənilirsə, xəstəyə yüksək risklə oluna bilər. Amma belə bir xəstədə postoperativ care də çox çətin olacaqdır və prosedur sonrası LBB və digər dekompensasiya səbəblərindən xəstənin daha ağırlaşma ehtimalı vardır. Bu təbii ki, mədəciyin zədələnməsindən asılıdır. Əgər mədəciyin zədələnməsi daha yüngül bir vəziyyətdədirsə, o zaman ciddi aort stenozuna müdaxilə həm mitral yetərsizlikdə, həm trikospit yetərsizlikdə reverse remodelingə səbəb ola bilər. Burada optimal olan, olmalı olan sağ mədəciyin düzgün dəyərləndirilməsidir. Siz öncə demişdiniz, optimal aort qapaq dəyərləndirməsi. Bunu nə təklif edirsiniz bu xəstəyə? Necə dəyərləndirək? Bu xəstənin birinci venoz konjessiyonu necə? Yəni bu xəstə məsələn o exosu aşağı axınlıda aortal stenoz kimi görünür. Gradient yayınca aşağıdır. FSC bilmirəm, aşağıdır yayınçı da. Eyni zamanda. Birinci bu xəstəni konjessionunu dəyərləndirmək lazımdır. Konjessiyonu üçün diuretik müalicəni verib, trikospit qapaqda, mitral qapaqda geriləmənin dərəcələrinə baxmalıyıq. Daha sonra trikospitdə əgər ki geriləmə varsa, ventrikulun funksiyalarına təkrar baxmaq lazımdır. Bu çox komorbid ola biləcək və düzgün birinci medikamentoz yanaşıb, medikamentozdan sonra xəstənin hipertenziyası varmı, yoxsa hipotansiyon vəziyyətindədirmi, taxikardiyası varmı, yoxsa normal nəbz dəyərlərindədir. Hər birini optimallaşdırdıqdan sonra, medikal müalicəni optimallaşdırdıqdan sonra təkrar dəyərləndirmək. Bizim burada kateterizasiya mütləqdir, çünki pulmonar Bəli. Bu xəstədə yol göstərici olan kateterizasiya özü də aort stenozunu bu xəstədə dəyərləndirməyə bəli, onlar invaziv yəni burada əgər ki bizim qeyri-invaziv üsullarımız echo, KT və digərləri cavabsız qalırsa, məncə yenə də optimal müalicə sonrasında kateterizasiyada həm aort stenozunun dərəcəsi, həm də PVRS-i və digər parametrləri dəyərləndirilə bilər. Yəni çünki invaziv yolla onlar da gradient əslində ölçə bilir. Ölçürlər, bəli.
Onlar bizə yol göstərə bilər o baxımdan. Üçüncü xəstəyə keçim, sual yoxdursa. Yox, çatda bir sual var. Sağ mənci necə dəyərləndirək bu xəstədə? Sağ mədəci dəyərləndirmək üçün çox parametrlər var. Tapsiyaya baxacağıq, burada RVSM-yə baxacağıq, tapsiya SPAP oranına baxacağıq. Bundan əlavə kardiak MRT, exokardioqrafik olaraq FAC dəyərləndirə bilərik, volumetrik dəyərləndirməsini, sağ mədəcin lateral divarına strain edə bilərik, amma bu sadəcə lateral divar barədə məlumat verəcək. Ondan əlavə kardiak MRT ilə volum yüklənməsini azaltdıqdan sonra kardiak MRT ilə xəstənin atım fraksiyasını dəyərləndirə bilərik. Digər tərəfdən kateterizasiya ilə isə hemodinamik parametrləri. Yəni hemodinamik parametrlərdə müsbət dinamika gözləyəriksə, o zaman edilə bilər. Amma müsbət dinamika gözlənilmədiyi şəraitdə optimal medikal. Ümumiyyətlə sağ mənəcin üçün, yəni atım fraksiya FS-i dəyərləndirmək üçün belədir. Bizim real şəraitdə qızıl standart MRT-dir. MRT-də amma 3D hər mərkəzdə yoxdur, açıq danışıqda, yəni realda. 3D yox, yəni ən minimal fakı ölçmək. hesablamaq olar. Yox, biz normalda fak ölçsə orada araya hesabları, o seramda bizə volum göstərmir. Bizim volumetrik parametr ancaq hal üçün bizim şəraitdə ancaq kardiak MRT göstərir. Yenə də ariyadakı dəyişiklik də bizə informasiya verəcək. Əlbəttə bu əlavə, yəni seramda ilk növbədə echo, amma imkan varsa xəstə əgər uzana bilirsə, yəni MRT mütləqdir sağ mədəci üçün mütləq. Bir də bir nüansa da toxunmaq istəyirəm. Sağ mədəcik özü volumdan çox asılı bir ventrikuldur. O xəstəni MRT-yə də göndərəcəksə, optimal medikaldan sonra göndərilməsi daha doğrudur və optimal medikaldan sonra göndərdikdə daha net nəticə əldə etməyimiz mümkündür. Bu xəstənin bir parametri, onu da nəzərə çatdırmaq istəyirəm ki, zaten xəstədə zədələnmə o səviyyədədir ki, sağ mədəcin kontraktil funksiyası yetərsizdir. Sağ mədəcik qanı irəli pulmonar axına qova bilmədiyi üçün geri trikuspidə yetərsizlik yaradır. Yəni böyük ehtimalla end stage bir xəstədir. Üçüncüyə keçirəm. Bəli. Orta dərəcəli kalsifik aort stenozudur yenə və ciddi Hocum parametri var xəstənin. Hocumdan aldığımız qradiyent çox ciddidir və Hocumpa ikincili olaraq SAM-la ilişkili ciddi mitral yetərsizliyi var bu xəstənin. Bu xəstənin parametrinə güvənəkmi? Echo parametrlərinə. Yoxsa bu xəstədə ciddi subvalvular qradiyent və SAM-la ilişkili meyi düşük strok volum fonunda bizə qradiyenti az verir, yəni yetərli volum yoxdur, ona görə də biz qradiyent ala bilmirik. Yoxsa əslində bu ciddi stenozdurmu? Yoxsa xəstədə volum çox aşağıdır və o volum aort qapağının optimal açılması üçün yetərli qüvvəni sağlaya bilmirmi? Əslində bu stenoz daha qapaq yaxşı açılır, amma volum yoxdur deyə qüvvə yetmirmi? Buna necə qərar verək? Çox maraqlı sualdır. Mənim qarşıma belə bir xəstə gəlib, cərrah yönləndirmişdi. Yəni bizim xəstədə aortal stenoz var, orta bir də ciddi hipertrofik obstruktiv kardiyopatiya və eyni zamanda sistolik anterior motion bununla bağlı və sama bağlı ciddi mitral çatmazlıq yarandı. Düşünürəm ki, burada beta blokerlə biraz gözləyə bilərikmi? SAM-ı azaldıb ondan sonra təkrari dəyərləndirmə üçün. Düşünək ki, bu xəstə tam optimal şəraitdədir hemodinamik. O nəticədən baxırıq. Xəstənin şikayəti var, buradan başlayaq. Simptomatikdir xəstə. Yəni əməliyyatı bu xəstə açıq deyil, bir də xəstə olub, ciddi gradiyent olub, gradiyent 100-dür. Düşünək ki, 100-dür. Kalsium skorumuz necə? Ortadır. Orta. Amma şeydir, simptom olmuyor. Ya xəstə rahat gəzirdi sadəcə. Sizdə Əvvələn öncə aşkar olunub 50 yaşında. Amma MRT-də çox bariz skar faizi olub. Yəni bu maksimal beta bloker alır. Optimal medikalındadır xəstə. Yəni amma aslında son qaydalar bizə deyir, təzə nəsil mevakampan kimi tərkibi bir. Mevakampan deyirsiniz? Hə, mevakampan. Mevakampan, bəli. Onu da başlamaq üçün, çünki xüsusi immunoobstruktiv hipertrofik kardiyopatiya var. Düşünək ki, bu xəstə onu da alır. Onu alın, çox maraqlı. O zaman. Yəni son mərhələyə gəlib də əməliyyat olacaq xəstə. Septal ablasiya məncə əvvəlində bir dəyərləndirsək.
Septal ablasiyadan sonra bir qərar vermə şansımız. Bəs tutaq ki, hipertrofik obstruktiv kardiomiyopatiyaya bağlı bu xəstənin skarı var. Bir də septal ablasiya eləyib ikinci bir skar yaradırıq. Və xəstə sonra tutaq ki, avası ciddi çıxdı və əməliyyata verəcəyik. Onda iatrogen olaraq skar faizini artırmarıq. Amma bu bütün hipertrofik kardiopatiyalarda ilk seçim cərrahiyyə. Yəni ya septal ablasiya, ya normalda burada cərrahiyyə, əgər xəstə cərrahiyyəyə gedirsə, burada yaş önəmlidir. Yəni burada septal mioktomi daha faydalı, məntiqlidir. Çünki bununla bağlı mitral çatmazlığı geri dönəcək. Çünki burada sama bağlı mitral çatmazlığı. Yaşı nəzərə almaq lazımdır. Yəni eyni zamanda aortal ya protez ya aort qapağı müdaxilə etmək olar. Yaş önəmlidir. Xəstə neçə yaşı var? Cavandır. Yəni miektomiya xəstəsidir. Yəni cavandır, niyə тогда qapaq kardispektin? Ən bir ikinci sual. Big speed olsun. Big speed bəlkə. Nəticə budur. Yəni nə olsa da xəstənin nəticəsi budur. Bu xəstəyə nə qərar Speed verərik? olsa тогда qalxan aortada baxmaq eyni zamanda lazımdır. Genişləmə varsa. Yəni əgər belə deyim, əgər bu xəstə big speed qapaq, cavan insan eyni zamanda təsəvvür edin ki, hipertrofik kardiopatiya varsa, bu xəstə ablasyon eləmək çox belə mənası yoxdur. KT-də planimet. Ləman doktor, yəni bu xəstə orta aort stenozu təsdiqlənib də, düzdür? Çünki KT orta göstərir, amma kalsium skorunu göstərir. Yenə diskordan yəni dəyərli bir AVA-nı xəstədir. hesablayaq deyə suallar, variantlar yazıblar. Yəni artıq təsdiqlənib orta dərəcəli aortal stenoz. Bir də pre-op məsələn miektomiya zamanı təkrar bir qapağı dəyərləndirə bilərik. Zaten miektomiya gedərsə obstruksiyası var. Ya amma xəstə bir dəfə əməliyyata gedirsən. Zaten əməliyyat pre-op ilə dəyərləndirməyi nəzərdə tuturam. Pre-opda alınmır. Pre-op, daha doğrusu intra-op. Burası bu xəstə, əgər belə deyim, normalda bizim qayda nədir? Əgər xəstədə hansı bir əməliyyata gedirsən və yanaşı olaraq orta dərəcə aortal stenoz varsa, bu aort qapaq 2 ayını dəyişilməlidir. Ona görə bu xəstə, əgər qərar verilirsə, bu xəstə miomektomi icra olunursa, açıq əməliyyata gedirsə, eyni zamanda qapaq dəyişməlidir. Bəlkə biz məsələn bayaq orta necə deyim, məsələn ilk AHA-nın slaydını qoydum ha. Orada ciddi kalsifikasiya idi, amma AVA orta çıxdı. Bəlkə burada da orta kalsifikasiyadır, amma AVA yüngül çıxacaq. Birinci bunu da elə. Intra-op, son olaraq intra-optidə qalır. Yox, bir dəqiqə, bu xəstə KT olmayıb qapaq üçün. KT olub. KT kalsium skoru ortadır. Amma AHA-nın planında gördük axı ki, KT-də kalsium skoru ciddidir, amma AVA orta da gələ bilir. Yox, tamam. Yox, artıq bu xəstə təsdiqlənib də, yəni orta dərəcəli aort stenoz təsdiqlənib axı. Yox. Təsdiqlənməyib, sadəcə kalsiumu veririk biz. Amma normalda əgər bu xəstə belə cavanı bir xəstə əməliyyata verirsə, onu tabi planning kimi KT çəkmək olar və normalda bizdə indi demək olar daha müasir proqramlar var. Trimensionda biz onu dəqiq qapaq sahəsi ölçə bilərik və ümumiyyətlə bütün aortu görə bilərik. Əgər belə sual aradan qalırsa, onunla biz orada dəqiq baxa bilərik, hesabla bilərik və onu nəzərə alaraq xəstəyə dəqiq deyə bilərik. Axı bizim yetərli volumumuz yoxdur və opening force sağlaya bilmirik. Zaten AVA-nı kiçik verir bizə. Əgər stroke volumu normal olsaydı bu xəstənin, belə deyim, normalda hipertrofik obstruktiv kardiomiyopatiya xəstələrində aort stenoz parametrləri əksinə yüksək çıxır. Bu xəstədə niyə underestimate olaraq düşündüm? Çünki bu xəstəyə o ehtimalların hamısını verdik. SAM-la ilişkili MYS var, yəni volum oradan azalır. Hipertrofik obstruktiv kardiomiyopatiya dinamik bir orada daralma var. Nəbzi normaldır bu xəstənin və ona görə volum az gedəcək. Paradoksal burada volum az getməsi müşahidə olunacaq. Əgər biz preoperativ dəyərləndirmə eləsək, istər KT olsun, istər T olsun, hər hansı bir şeydə stroke volum azdır deyə yenə paradoksal low flow ilə eyni mexanizmdə bu xəstədə qapaq açıla bilmir. Əslində bəlkə də qapaq yüngül stenozda amma açıla bilmir. Kalsium dərəcəsini bura sadəcə nüans olaraq qoydum. Zöhrə doktorun dediyində mən də cavabı onda düşünürəm.
Xəstəni miektomiya sonrası introp aort qapağı təkrar dəyərləndirmək, əgər həqiqətən orada orifisi ciddi görürüksə aorta müdaxilə eləməyə dəyər, əgər ciddi görmürüksə müdaxilə etməyək. Və ya belə bir xəstəni kateterizasiyaya göndərmək, kateterizasiya nəticələrinə görə qərar vermək. Çünki tamam, guideline 2 ayla deyir ki, edək. Amma xəstəni miektomiya elədik. Miektomiyaya bağlı əməliyyatın müddəti var və miektomiyanın özündə postop komplikasiyalar var və bir də onun yanına aort qapağın əməliyyatının müddətini, pompa müddətini, ağırlaşmalarını nəzərə alanda orada qapağı düzgün dəyərləndirmək daha məncə önəmli olar, nəinki qapağa da girək eləyək kimi. Yox, ona görə öncədə siz orta aortalsınız. Ona görə onu dəqiqləşdirməyə, əgər orta aortalsınız varsa, biz müdaxilə etməliyik doktor. O demək istəyirəm. Orta kalsium, orada bəlkə də fikrimi doğru yazmamışam. Amma yenə əgər Orta kalsium skorlu. qorunmuş ürək çatmazlığı, əgər qorunmuş ürək efesi qorunmuşdur da, hipertrofik kamıpı, stroke volume avtomatik ventrikul balacadır aşağıdır. Burada yəni şeydə rast gəlin paradoksal. Paradoksalda yenə kardiskor biz orta görürüksə, yəni o əksinə daha ciddi aortalsınız çıxa bilər. Yəni bu xəstəyə seramlı minimum ortasında olacaq. Amma paradoksalda biz paradoksalın şərti nədir? Biz dobutamin eləyirik ki, orada dobutaminin şərti nədir? 20% volüm artacaq, artmayacaq. Amma bəlkə bu xəstədə biz onu eləmə şansımız yoxdur. Çünki zaten xəstə simptomatik hipertrofik obstruktiv KMP-dir. Xəstə direkt fail olar, kollaps, bayılma kimi hallar müşahidə edə bilərik. Çünki çox ehtiyatlı olmalıdır. Simptomatikdir, bir də ciddi qradientli bir xəstədir. Və biz burada strok volümun artımını dəyərləndirə bilmirik deyə bu xəstənin paradoksal olub olmadığına da qərar verə bilmirik. Çünki paradoksala qərar vermə şərtimiz odur ki, efesi normal xəstə. Biz bu xəstələrdə dobutamin, efostres heç bir guideline yazılmır. Onu eləmirik. Bu eləmirik. Paradoksal aortalsınız. Burada ancaq bizə yanaşı kardiskor şeyini. Çünki efesi normaldır. Biz bu rapondobutan elə bilmərik də. Yəni nəyə qaldıraq? Amma kardiskor bəli bizə Amma eyni parametrdə xəstənin strok volümu yetərli yoxdur. Açmaq üçün qapağı strok volümu yoxdur. Orada yəni bəlkə məsəl üçün deyirəm də KT nəticələrində burada ən əhəmiyyətli parametr qapağın üzərindəki hinc nöqtələrində. Bu o stenozu yaratmırsa, anüzdəki hər hansı bir kalsium orada densitisi artırsa, o zaman o da doğru parametr olmaya bilir. Yəni burada və qadınlarda xüsusilə əgər KT çəkilirsə hibrid metod istifadə etmək. Hemodinamik aorta. Başa düşdüm. Yenə deyirəm, bu xəstədə əgər ki simptomatika aorta bağlı deyil, hokumpa bağlıdırsa, əgər hokum aort stenozu tam olaraq kriteriyaları ödəmirsə, 2 ayla qapağı eləmək əvəzinə gözləmək mümkündür. Dediyim kimi əməliyyatın öz strategiyası. 2 ayla gözləmə olur da, bu aortalsın, bu xəstə yenə və kalsium skor özü də konkordant dəyərlər üçün kvantifikə olunub və bundan əlavə də kalsium skor özü də qadın və kişi cinsində fərqli olur. Kişilər daha kalsifik degenerasiyaya məruz qalır, qadınlar isə fibrotik. Ona görə də burada da kalsiumun da hər yerdə doğru olmadığı parametrlər. Amma bir məsələ də var, bu aortda onsuz da bu qapaq xəstəliklərin proqresiyası daha ləng gedir digər qapaqlarla müqayisədə. Ona görə mən də gözləmə dəyərləndirmək və ya kateterizasiyanın birinciliyi. Amma bu xəstə cavandır və bu xəstə bikuspitdir. Və bikuspitləri hamısı, yəni demək olar çoxluğu əksəriyyəti. Biz kərt provansız sadəcə danışırıq, bikuspid olmasın. Yox, vaka elə qoyduz. Çünki onu öncə əslində nüansları hamısı diqqət etmək lazım. 70 yaşında xəstə başqadır, 20 yaşında aortinoz başqadır. Yəni bu hamısı parametr çox önəmlidir əslində üçün. Proqnoz üçün və s. Əgər bu 20 yaşında məsələn cavan insandır, bikuspitdir və bikuspit çoxlu onların demək 30-40 yaşına qədər bunlar ciddi aortmasına gedirlər. Yəni bu xəstə bir dəfə əməliyyat olursa, yəni 3 il, 5 il sonra bunu şansı təmin etmək yoxdur. Yəni bir var 70 yaşında mimektomi elərsə, deyərsə EBO 5 il sonra gələrsə təmin edərək. Amma bu cavan insandır, bu ancaq protoza gedəcək. Bioprotez də elə bilməzsə, təmin də elə bilməzsə, təmir də olmayacaq. Çünki təmirləri yaxşı nəticə göstərmirlər. Yəni bu xəstə 3 il, 5 il sonra red əməliyyata verək.
Bu da var. Bu zaten bir təxmini bir klinik haldır və bizim burada məqsədimiz xəstəyə qapağa qərar verməkdir. Qapağa qərar vermək üçün guideline-ın 2A qaydası və ya 1A qaydası deyil. O qapağı necə dəyərləndirəkdir? Yəni sual bizim üçün əsas odur. O qapağı dəyərləndirməyin yolu da introp qərar vermək və ya kateterizasiyadır. Kateterizasiya aslında prosta orada da bəzi şeyləri seramlı echo müayinələr çıxardıqdan sonra yəni bu invaziv ölçüləri biraz geri qalırlar. Çünki echo parametri bizim üçün yəni bütün invaziv bu belə həkimlər, kardioloqlar bunu bilirlər də. Yəni echo parametri daha dəqiqdir. Əvvəl belə Amma echo elə situasiyalar var ki, gördüyümüz kimi bayaqdan sayırıq, echo parametrlər bizə nəticə vermir. Nəticə yəni o vermədiyi ehtimalda ən son yenə gedib kateterizasiyaya dayanır xəstə. Yəni Ataman doktor sizə invaziv kardioloq üçün bunu sual verək. Yəni aort stenoz invaziv baxımını ölçmək belə hallarda nə qədər bizə dəqiqlik yüksəkdir? Kateterizasiya etmək. Yəni aort bəzi invaziv yolla da qradiyent ölçürük aort qapaqda. Yəni son zamanda çox az istifadə olunur. Çünki hemodinamik parametr ekokardioqrafi müayinə çox effektiv və dəqiqlik yüksəkdir. Artıq o belə müayinə metodu kimi geri qalıb. İnvaziv belə metodlara necə tez-tez istifadə edirsiniz? Belə hallarda necə Yox, olur? mən heç təcrübəm yoxdur o barədə. O Yəni əsasən heç də şey eləməmişəm yəni. Daha çox bəli. Yəni düzdür, bizdə olur, amma Hə. çox azdır. Nə həqiqətən invaziv yolla biz ölçmüşük. Yəni cəmi 2-3 il ərzində 1-2 dəfə. Həqiqətən çox şeydir. O da yəni sadəcə üst-üstünü qoymaq daha çox. Məsələn, kortizol çəkmişəm, ortada onu təxmini ölçürük eyni şəkildə. Məsələn, kortizol çəkmişim, orta kimi deyirik, yəni ciddi. Hər zaman əgər xəstə məsələn anca alırıq, ya kateterizasiya alırıq, eyni zamanda da qradiyent ölçürük invaziv yolla. Yəni əlavə parametr kimi, onu demək istəyirəm. Amma hal-hazırda məsələn Türkiyənin özündə belə mitroklit Genetik eləyiblər. parametr yox, Əməliyyat sonrası belə Ekrəm hoca əməliyyatın içində kateterizasiya edib təzyiq fərqlərinə baxıb. Demək ki, Türkiyə praktikasında, Avropa praktikasında bu istifadə olunur və gündəlik hal-hazırda aktual da olunur. Təzə XTV klipləri istifadə etdiklərində Medipol Megada, yəni keçən həftənin nəticəsidir bu. Əməliyyat sonrasında invaziv ölçümlə qradiyentlər dəyərləndirilib təkrar. Amma yeganə tək buna görə nə qədər doğrudur? Yəni məncə hamısı üst-üstə qoymaq daha məntiqli. Məsələ burada yenə deyirəm, o qapağa qərar verməkdir. Qərar verməyin hansı üsulları var? Və bu üsulda onu dəyərləndirəcəyimiz üsuldur. Bu çox belə tartışma vakadır həqiqətən. Tartışma vakadır. Zaten xəstədə tartışma vakadır. Çünki aradan vakadır. Belə deyim, yəni introp dəyərləndirmə zaten ən optimalıdır mənə görə. Introp da və ya digər ehtimalda kateterizasiya. Introp yenə deyir. Introp düzdür, biz parasına qısa aksiyonu planimetrik ölçə bilərik. Amma digər parametrlər hər dəfə, çünki biz ağır qapaq məntiqdən niyə sevmirəm? Çünki biz ağır qapaq düzgün bucaq altına girmək üçün biz qastrika girməliyik. Hətta prosta qastrika, dip qastrika, dərin qastrika. Və hər dəfə bu görüntü yaxşı alınmır və xüsusilə əməliyyat zamanında xəstə düz uzanır. Yəni orada əminsiniz doğru görüntü alınacaq, doğru yəni bucaq altına girəcəksiniz ya yox. Bu söhbət. Fərqli volüm altında qısa aksa açılımı dəyərləndirmə imkanımız var mı? Açılımı yenə də, amma yəni ağır qapaq tək açılım necə demir? Orifis zaten bizə lazım olan qapağın orifisi sahəsidir. Orada qradiyent özü yetərincə məsələn volüm dərəcəsindən təsirlənən bir parametrdir. Orada yəni əgər qapaq kalsifik deyilmə doktorda orada çox vaxtı nə verir? Bizə yansızma verir, artefakları verir. Ona görə məsələn kalsifik O qapaqlarda operatordan asılı bir şeydir. Planimetrik metod çox %100 də deyil də. Yəni ilk seçim kimi deyil. %100 olmasa da fikri bizə orada verəcək. Yəni heç baxmayım birbaşa ilə əməliyyat etməsin deməkdən. Amma yenə o da yəni baxıb eləmək daha düzgündür deyə düşünürəm. %100 kimi deyil. Yəni öncədən bu kartı hamısını üst-üstə qoymaq daha məncə şeydir. Əlbəttə üst-üstə qoymaq, amma əməliyyatın yəni orta kalsium var, qapağı da dəyişsin deməkdənsə, əməliyyatın içində miektomiya sonrasında qapağı dəyərləndirib bir daha qərar vermək məncə daha üstündür. Başqa fikirləriniz olacaqmı, doktorlar? Ləman doktora çox təşəkkür edirəm. Maraqlı sunumuydu. Şəfəq doktora da qatılımları üçün.
Tak, bir də Təşəkkür edirəm. bir də çatda nəzərə alacaq ki, Azərbaycanda olan qapaq patologiyalar onlar pasiyent irəli dərəcə çatanda sonra həkimə müraciət edir. Kateterizasiya invaziv metod olsa da hemodinamik dəyərləndirmə üçün vacibdir. Bir doktor bu komentariyi yazıb. Ləman doktor nasıl onu... Necə? Yenə oxuyum. Nəzərə alaraq Azərbaycanda olan qapaq patologiyalar olan pasiyentlər irəli dərəcə çatandan sonra həkimə müraciət edir. Kateterizasiya invaziv metod olsa da hemodinamik dəyərləndirmə üçün vacibdir. Hemodi Hı. vacibdir deyir də. Bəli, bəli. Hı -hı. Əlavə nəsə... Konkordant dəyərlərdə vacib deyil. Bizə sadəcə diskordant və bunun kimi çox çətin, arada qaldığımız, qərar verə bilmədiyimiz kompleks xəstələrdə yol göstərici olacaq. İstənilən müayinə. Əgər ki bizim parametrlərimiz hamısı bir-biri ilə uyğundur və biz xəstədən arxayınıq ki, bu ciddi stenozdur, əlamətləri var, onu əlavə müayinə ilə yükləmək gərək yoxdur. Amma uyğun olmayan parametrlərdə etməyimiz göstərişdir. Əgər sualı olan yoxdursa bitirək. Məncə hələ çatda sualları yoxdur. Nataman doktor əlavə bizə nəsə olacaqmı? Ləman doktor çox təşəkkür edirəm ətraflı və çox maraqlı bir mövzu üçün. Bütün dəyərli həkimlərə təşəkkür edirəm. Bu axşam bizə vaxt ayırdınız və bu seminara qoşulduğun üçün hamı təşəkkür edirəm.